Hər kəsə salam dostlar, kanalıma xoş gəldiniz. Bu günlərim sizlərə saxta nömrə ilə WhatsApp necə açılır, onu sizə göstərəcəm dostlar. Dostlar, bundan öncəki videomda sadəcə göstərmişdim. Video çox qısa olduğu üçün takipçilərim başa düşməmişdi. Ona görə də mən bu videonu çalışacağam uzun çəkim. Hər kəs başa düşsün, yararlansın. Videonun şərh bölməsində linkini qoyacağam, oradan girib yükləyə bilərsiniz. Tam başdan sizə anlatım ki, başa düşəsiniz. İlk öncə dostlar, bu proqramı açırıq. Ola bilsin video uzun olsun. Yəni siz başa düşməyiniz üçün. Videonu sonradakı izləyin ki, sonra heç bir problem yaranmasın. Dostlar, ilk öncə proqramımızı açırıq. Proqramımız budur. Proqram ola bilsin biraz gec açılsın. Çünki yükləmə çox olur dostlar. Görürsünüz. Proqramımızı açırıq dostlar. Baxın, proqramı açdığımızda ilk bu gəlir. Lojus. Belə bir şey yazılır. Bunu belə kapatırsınız. Proqramı yenidən daxil olursunuz. Baxın dostlar, burada nömrələr gəlir. İlk öncə birinci yoxlamalıyıq. Bu nömrə aktivdir yoxsa yox. Aktiv olduqdan sonra nömrəni almalıyıq. İndi mən sizə göstərim də. Məsəl üçün. Giririk WhatsApp-a. WhatsApp-a giririk dostlar. Buraya 48 yazırıq. 48 ölkə kodunu. Sonra bu nömrəni yazırıq. 699 512 744. Bax, dostlar, belə olanda bu nömrə bilin ki, yararsızdır. Bu nömrəni almaq mümkün deyil. İndi sizə yararlı nömrə necə olacaq, onu sizə göstərirəm. Bu nömrə yararsızdır. Yoxladıqdan sonra bunu çörürsünüz. Sağ yuxarıda işarə var. Ox işarəsi. 699 512 800 699 512 800. Baxın dostlar, belə olduqda isə nömrə yararlı olduğunu göstərir. Nömrə yararlı olduğuna görə biz bu nömrəni alırıq. Almaq isə göstərim mən sizə. Necə almaq olur? Burada hərflər gəlir. X, K, R, F, 5. Yazdıqdan sonra dostlar, bax, quş işarəsi belə olur. Quş işarəsini vurub nömrəni alırıq. 2 dəfə tıklayırıq üstə. Altdakı qırmızı üstə 2 dəfə vururuq. Nömrə bizimdir. Ola bilsin burada proqram atsın sizi. Proqramdan çıxıb, bəli, atdı. Yenidən daxil ola bilərsiniz. Proqrama yenidən daxil olaq dostlar. WhatsApp belə qalsın, çünki WhatsApp-la işimiz olacaq. Proqrama girəcəyim. Üzr istəyirəm. Baxın dostlar, proqram açıldı. Aldığımız nömrə buralara almışıq sadəcə. Ola bilsin biraz geç düşsün. Deməli dostlar, kodumuzu göndərdik. Kodumuzu göndərdikdə isə nömrəni aldıqdan sonra giririk proqrama. Proqrama girdikdən sonra kod gəlib bura. 699 763. İndi giririk, bunu yazırıq. 699 763. Dostlar, gördüyünüz kimi açılır. WhatsApp açılır. Sadəcə mən çox astığım üçün məndə WhatsApp tərəfindən əngəl yediyibdir. Ancaq əngəl yeməsə, məndə də açılır normalda. Yəni gördüyünüz kimi belə. Yəni proqram doğrudan da işləyir, kodu da göndərdi. Videomuz bu qədər dostlar. Belə videoların gəlməyini istəyirsinizsə də şərh bölməsində yazın, bildirin. Mən də sizə belə videolar çəkim göstərim. Sağ olun dostlar. Özünüzə yaxşı baxın. Hələlik.